mənim versiyam. Mənim versiyam budur ki, nə qədər İngiltərənin barmağı Qafqazda var, burada rahatlıq olmaz. 200 il bundan əvvəl İngiltərə İranla Rusiyanın arasını vurdu, böyük bir müharibə səbəb oldu və Ruslar İranın müəyyən hissəsini, torpağını işğal elədilər, aldılar və İran da buna razılaşdı. İndi də o torpaqların üstündə 3 respublika yaradıblar. Ermənistan, Gürcistan, bir qismi, bir də Azərbaycan. Və indi bu 3 respublikada demək olar ki, Böyük Britaniya, Qərb ağalıq edir. Və Azərbaycan xalqı bilməlidir. Əfsuslar ki, bunu bilənlər bilir, çoxsu isə biz Segmentin yazdıqlarından görürük ki, hələ də bunlar fil qulağındadır, yatıblar. Nə qədər ki, burada bu cür məsələlər var, bax, istəyirsiniz rəisinin şəhid olması. İstəyirsiniz ondan əvvəl Livanda o pecerlərin partlatması. İstəyirsiniz Bakı samolyotunun demək təyyarənin Qroznoda o eniş edə bilməməsi, ondan sonra gedib Qazaxstanda eyni partlatması. İstəyirsiniz bu məsələ. Bunlar hamısı qabaqcadan hazırlanmış bir senaridir ki, və Azərbaycanın indiki Azərbaycanı, onun xalqını, onun torpağını qumara qoymuş bu ölkə rəhbərliyi adlı deyən bu adam çıxıb desin ki, Rusiya belədir, Rusiya elədir və bu məsələdə də, indi bu Türkiyə məsələsində bunu Rusiyaya qarşı demək törədilən bir təxribatdır. Və əlbəttə ki, bu İngilisin, Yahudinin işidir. Bir mənalı, bunu bəlkə də İlham Əliyev bundan xəbəri olub və bundan sonra hələ çox şeylər asılacaq. Ona elə Erdoğan deyirdi bu. Və bir də ki, Azərbaycanın bəzi kütləvi informasiya vasitələri, hansı ki, qərbə bağlıdır, onlar hamısı qərbə bağlıdır, söz yox. Dərhal artıq burada Rusiyanın izinin axtarması, bəziləri hələ İrana da daş atır. Bu onu göstərir ki, necə ki, Qroznoda o uçaq o qəzaya uğradı, onu dərhal tökdülər Rusiyanı, ya Rusiya vurub onu, əslində elə deyildi. Onu təşkil eləmişdilər, məhz o hava orada buraxmışlar o dronları onun üstünə. Əgər deyirlər ki, onu Rusiyanın raketi vurub, o Rusiyanın o raketi ki var, əgər o dəysəydi o təyyaraya, o təyyaradan bir tikə salamat qalmazdı. Necə oldu ki, o oradan 2 saatdə uçdu getdi. Hara? Qazaxstana. Hərçənd ki, Mahaçqalada onlara yer vermişdi oturmağa, onlar oturmadılar. Nəyə görə? Nə isə, bunlar başqa bir məsələdir. İndi burada belə, burada demək Türkiyə ilə Azərbaycan arasında, Rusiya ilə Türkiyə arasında düşmənçilik toxumu səpən Böyük Britaniya var. Qardaşlar, ayıq olun, ayıq olun, ayıq olun. Sizləri nə yerə qoyurlar? Sizin qardaşlarınızı, bacılarınızı öldürürlər və sizin özünüzün dostlarınızdan tutarlar bir cümlə ilə. Sizin üçün düşmənlər düzəldirlər. Bax, mən yenə Azərbaycan xalqına buradan deyirəm. Nə Rusiyadan, nə İrandan sizə xeyirdən başqa ziyan gəlməz, onu məndən də yaxşı bilirsiniz. Bax, indi papaqlarınızı qoyun başınızın qabağına, fikirləşin. Sizi kimdir bu cür məhv edən və sizi düşmən vəziyyətə gətirən, sizin ölkənizi günün günorta çakır, zindana çevirən, bütün sərhədləri bağlatdıran, hətta indi də bir dənə təzə də qanun çıxardıblar, yox, xəstəlik var, nə ət kəsə bilərsən, nə mal kəsə bilərsən, ətləri hamısı dövlət gətirməlidir, verməlidir bunlara. Bax, bu cür məsələ var. Milləti bunlar elə ellər ki, qoyub qaçsın və o torpaqlar boşalsın, oraya deyəsə, Yahudiləri gətirəcəklər. Buyurun. Zar bəy, bilirsiniz, yaxçı mövzəsi işarə elədir. Əgər bu təyyarəni ki, bilirsiniz, Azərbaycanda media yoxdur. Yüzdən Irakları biraz qoyublar, biraz da küçə uşaqlarını qoyublar. Onlar da qorum qonşuları hürürlər.
Onlar Azərbaycan deyə bir mediası yox. Onlar bilir, əmir qullarıdırlar, qarın qullarıdırlar. Üzlərini biraz da parçadan yığırlar. Onlar deyirlər ki, bizim televiziya. Bunları bir araşdırmaq olar. Onlar ki, İranla Rusiya, məsələn, indi bir deyirlər ki, müdaxilə ola bilər deşikdən. Onu bir anlamırlar ki, əgər müdaxilə olsaydı, orijinədə ki, gəldi Azərbaycan təyyarəsi, neçə kilometr getdi. Əgər bu Türkiyənin təyyarəsinə də, uçağına da bir dışarıdan müdaxilə olmasaydı, heç olmasa bu geçsəydi, gənə nə bilim, bir 50 kilometr, 100 kilometr gənə gedə bilərdi. Birinci, dışarıdan müdaxilə olsaydı, buna yanğın başlaya bilərdi. Görürsünüz də o qənətlərindən ki, uçaq düşür yerə, o qənətlərindən benzinin, yaxıtın, benzinin, o dizelin, yağın oradan havaya bırakır ki, yerə düşəndə əskər var içində, adam var, çox yanğın olmasın. Hələ Azərbaycanda bunu anlamırlar, görmürlər, o təyyarənin 2 dənə qənətlərindən pilotçu benzinini dışarı havaya verir ki, bilir ki, yerə düşəcək, yerə düşəndə çox yanğın olmasın, çox nə bilim, biləxərə bir 1% şansları olsa qalsın. Bunlar başlayıblar, onlar deyirlər. Mən ümid edirəm ki, Azərbaycandakı bir dövlət deyən bir səviyyə yox, bir dənə üzlərində namussuzdur orada. Əgər bunlar Rusiya, ora-bura iftiralar atırlar, keşkə bunlar bir məhkəmə olsun, çəksin, ora bunlar desinlər, sübutları, sənədlərimizi qoymuruq. Mən görürəm, dünəndən Azərbaycan üzərində mediası ora-bura atır, ay buna müdaxilə olunur, ay Rusiyanın, ay burada müdaxilə var. Xeyr, əgər müdaxilə olsa, rəsmən Azərbaycanın özəli var. Azərbaycan ki, ölkəsin seyhunistlərə, İngilislərə, NATO-ya gəldi, bıraxdı, qonşularına xiyanət etdi. Əgər siz bilirsiniz, bu günləri Türkiyə ki, siz qardaş deyirdiniz, gəlirdiniz, 100%, mən sizə buradan əmin edirəm. Hələ bunun bəlkə 1 ay, 5 gün, nə bilim, bir qara qutu açılana qədər, bəlkə 5 ay. Amma mən buna sizə əmin edirəm ki, o pilotun içəridən silah qayması ola bilər, onlar bilirsiniz, birdən 2 dənə də F-16-nı da götürə bilirlər. Belə xırda uçaq deyirlər olar. 2 dənə F-16. Bəli, böyük uçaqdır, bəli. Onun içinə silah daşıyırlar. O silahların içində patlayan bir şey, patlayıcı bir şey ola bilər. Ya nə bilim, Azərbaycandan İngilislər, nə bilim, ya Türklər də, İngilislər də söylür, Türklər çox girsinlər Qafqaza. Bırax Ruslar özlərinin zaten torpağı var. İndi bir o ki, Türkləri Azərbaycanda istəmir, seyhunistlərlə İngilislərdirlər. Hardan bilir, Türklər bunu iyice araşdıracaqlar, görəcəklər ki, bu müdaxilə qalxmadan olur. Əgər pilotçunun dışarıdan vursaydılar, radardan Gürcüstana siqnal verərdi, məni vurdular. Heç nə indiyə kimi bir səs pilotçudan yoxdur. Pilotçu arxadan belə infaq vursaydı, səhv edib, ölsəydi də o uçağın qənətini yatırırdı. Bunun 2 ehtimal çoxdur. Bu ya içəridən silah daşıyırmış Azərbaycandan, silah qayması olub, quyruq da qopur, ya içəridən buna patlayıcı qoydular, bu patlayıb, quyruq düşür, sonra pilotçu görür ki, da çarəsi yoxdur, yük altında böyük bir təyyarə, onların neçə 100 ton ağırlığıdır. Benzinin qanatlarından atır çölə ki, düşəndə, yerə düşəndə çox yanğın olmasın. Ta yerə düşənə qədər də bunun benzini çalışır ki, benzinini havaya bıraxsın ki, yanğın olmasın. Bunun %100%, yəni bunun içəridən bir müdaxilədir. Bəli, özü ola bilər, əski bir təyyarədir. Amma əski təyyarədir, Türkiyə ondan Əfqanistana, Afriqaya, Türkiyə, hər yerə, yanğına, hətta bu uçağına müdaxilə edirdi. Amma istəyirəm onu deyəm ki, niyə Azərbaycanın mediası və hakimiyyəti getdilər yardıma gedir. İndiyə kimi bir söz demirlər, Gəncə radarından qalxmasının videosu var. Onu versinlər 27 dəqiqə Azərbaycanla Gürcüstanın səmasında. Yəni 27 dəqiqə qalxandan sonra düşür bu. Demək olar Azərbaycan torpağıdır. Düzdür, yapışıb Gürcüstana. Tiflisin 100 kilometrliyində düşür. Və bir də çox, adam bu acı olaylarda istəməz birini tənqid eləsin. Amma yeri var tənqid eləyək. Deyər, hər şey zamanında. Xatırlısınızda İranın rəisinin helikopteri düşəndə bu türlər çox övünürdülər. Ay, qoyma bizim qızıl almamız gəldi. Akıncı, biabırçılıq. Bizim bayraqlarımız gəldi, tapdı rəisinin yerini. Birinci rəisinin yerini tapan o Türkiyədən biri gəlmişdi. O da çobanın bir yerdə ot yandırmağın yerini işarətini getmişdi. Mən istəyirəm deyəməyə, Türkiyədə belə bir güc var idi da. Saat 1-də Türkiyənin əskəri uçağı, o böyüklükdə uçaq, helikopterdir, düşdü, Gürcüstanda düşdü. Saat gecə 11:45-dəyə kimi yerin bula bilmir. Bir günləri sabah o uçağın sükut düşdüyü yeri getdilər, tapdılar. Biraz meyitlərin, birazını tapıblar, birazını da hələ axtarırlar.
Eğer Türkiye'nin böyle bir bayraklarında, zadında böyle bir kamerası güclü vardı da ne oldu? Azerbaycan'da bayraklar var, Türkiye'de de bayraklar vardı. Ne oldu saat 1'den saat 11:45'e kimi hələ bu uçağın hara düşdüyünü yerin nişanlayabilmədilər, tapa bilmədilər. Odur ki, baxın, propaganda özün belə reklam yapan Türkiye ki deyirdi, mənim belə filan var. Biz bu uçağın düşməyinə, ölənlərə heç belə biz türlər kimi deyil. Allah rəhmət eləsin, insanlar da ölürlər, qəzaya uğrayırlar. Biz kimsenin ölməyini razıyıq. Amma onu bilsinlər ki, belə bir adam deyər ki, birine daş atmaqla ki, binon da sənin camdandır, sənin camında qırıla bilər. İkincisi budur ki, Azərbaycan məsələsidir. Azərbaycanın ən Türkiyədən yaxın Gürcüstana Azərbaycandır. Niye Azerbaycanlar dronların onları bunları göndermedi? Ya bunlar, bakın, ya Azerbaycan'da bunlara uçağa patlayıcı koydular. Çünkü Türkiye silah götürmezdi. Türkiye'den silah gelebilirdi. Bu ihtimal var ki Azerbaycan'ın İngilizlerin, Seyhunistler var. Hatmen yani Türkler bunu qəşəng araştıracaklar. Hatmen onun içinde bir müdaxil olmalı. Onu araştıracaklar ve ikincisi de Zaur Bey bilirsiniz, ben çok Azerbaycan belə əzilir, düzəlir, qıvrılır. Qondarma hakimiyyət. İsraillərdən silah gətirir Azərbaycana. Amma onu bilsin ki, bir gün Əliyov var, bir gün Erdoğan var. Həm onu Seyhunistlər gətirib silahları Azərbaycana verirlər. Onu bilin ki, o silahlar bir gün Seyhunistlərin öz başlarında qırılacaq. İstər-istəməz Türklərlə İsraillər Qibrisdə savaş edəcək. Elə də ki, Azərbaycan hakimiyyəti əzilir, büzülür. İki dövlət, bir millətik, müttəfiqik. Şuşa bəyannaməsinə görə yarın əgər İsrail ilə Türkiyənin bir savaşı çıxsa, Azərbaycanlılar da demək olar ki, deyək, buyurun da anlaşmamız var. Gedin Türkiyə yardıma və İsraillə savaşa. İsraillər verdiyi silahları bir gün Türklər alacaqlar, İsraillərin özlərinə kullanacaqlar. Onda baxacaq Azərbaycan hakimiyyətinin durumuna. Ya bir də ki, indi bir gün Seyhunistlər deyirlər ki, Azərbaycana bir silah verdi. Bunu hamı bilir, hamıya da açıq aydındır. Bunu gizlətməyə də gerək yox. Nə mənət Seyhunistlərin dronları gəlir Azərbaycana, ondan Türklər də faydalanırlar. Yəni, əgər sabah bir gün gördünüz ki, İsrail-Türkiyə savaşı başlandı, Azərbaycana gələn dronlardan kopyanıb İsraillərin başına vurmadılar, ya öz İsrailin öz harputların öz başlarına vurdular, heç ondan şübhəz olmasın. Yəni, bunu da biz şahid olacaq. Azərbaycan ki, bu qədər durur. Azərbaycanda bir dənə gedirlər, Gəncədə bir şey açsınlar, Türklərdən gəlirlər. Erdoğanın ən çox İstanbul'a bu qədər səfər etməyib, Azərbaycana səfər edib. Səfərlər də bilsən də İlham Əliyevin, Heydər Əlməlievin babası xeyrinə deyil. O gəlib getmələr hamısı həzinədir. Ən azı hər gələndə bir yarım milyon hədayadan, törünə, nəvəsinə, uşağına, zavallı Azərbaycan millətidir. Xop dayı, Erdoğan da deyir ki, mən İstanbul'a, İzmir'e getməyəm, çox mənə böyük malılar, elə ən gözəl Azərbaycanda bir qoyun yer açırlar, bir çobanlar orada bir yürüyüş yapırlar, mən də bir gedim ora, biraz da biləxərə hədayadan. Odur ki, bu qədər çağır, gətir, götür, gətir, yəni rezil etdi bu Azərbaycan, əslən dövlət səviyyəsini çox aşağıladı. Bu dövlət də o birdən də qondarma bir mafiya üzrə hakimiyyətidir. Sən dünyada belə bir şey yoxdur. Suriye ki Suriyelindədir, dünya orada vardır. Bu qədər adam dəvət eləmir. Azərbaycan kimsə istəyir, Türklərdən istəyir bir gəlsin, məzələnsin, ya bir dincəlsin. Hə, Azərbaycan ən kim? İki qardaş, bir dövlət, iki dövlət, bir millətlik. Həmən minir təyyarəyə gəlir Azərbaycana. Azərbaycan dövləti də üzdən dövlətidir. Gəlir dövlətin, millətin malından biraz bəslənirlər, gedirlər. Ondan da sonra gidəndən sonra da bizə deyirlər, çox gözəlsiniz, hər şeyimiz yaxşıdır, güclüsünüz. Amma baxsan, sən demişsən, millətin halinə baxsan, ət yox, su yox, qapılar bağlı, millət Gürcüstana gedə bilmir. İstədiyi qiyməti millətinə sırıyır. Bunun ən gözəl gücü çatdığı öz millətidir. İndi bir gün ermənilərlə anlaşır, barışır. Mütməyin olun, sabahları ayrı ölkələrlə də bu anlaşıb barışa bilər, amma o ki zülm eləyir, öz millətini eləyir. İndi də baxaq görək hələ bu Azərbaycan millətindən, parasından neçə milyard manat götürüb bu Türkiyənin uçaq təyyarəsinin parasını verəcək. Bu 20 dənə komutanları, generalları Türkiyənin ölənlərin onların qan parasını verəcək. Da indi Azərbaycan